Allah Teala bizə bunu buyurur ki, sədaqə verməyə əmr edir. Görərsən ki, neçə yerdə var ki, Allah Teala görsən namazla bərabər zəkatı da gətirir. Zəkat da nədir? Sədaqənin növlərindən bir növüdür. Zəkat fərz olan sədaqədir. Adi verdiyin sədaqədir. Bunlar nafilələrdir. İnsan da gərək sədaqə versin və əmin olsun ki, verdiyi sədaqə vallahi azalmır. Malına heç bir şey azaltmaz. Sən xərclə ki, Allah da sənə xərcləsin. Necə hədis şərifdə gəlir. İnsan xərcləməsə, ola bilər ki, Allah ya onun özünü, ya malını tələf etsin. Necə ki, hədisdə keçir, deyir, hər gün sabah 2 mələk dünya səmasına enər və nə deyərlər? Onlardan biri deyər ki, Allahım, sənin yolunda xərcləyənin malını artır. O birisi nə deyər? Allahım, sıxıb saxlayanı tələf et. Şərhdə gəlir ki, ya özünü tələf elə, ya malını tələf et. Olur da həyatda görmüsən, bəzi olur ki, insan başına bir müsibət gəlir, malı ilə gəlir, əlindən malı var, yoxu çıxır gedir. Ola bilər ki, səvlərdən birini vaxtı ikən, qardaşım, zəkatı verməmsən, sədaqələrimi çıxartmamısan. Belə bax, bəlaya düşər olmuşsan. Olur ki, sədaqə insanı müsibətdən, bəladan qurtarır, belə şeylər də olur. Əcaib təsiri var sədaqənin. Yəni, həyatında bunu görüb, təcrübədən də keçirmirsən. Sədaqə səbəbi ilə nə qədər bəladan, müsibətdən özünü qorumuş olursan. Ona görə sədaqə vermək ziyan deyil. 5-10 manat xərcləməklə bizim malımız, mülkümüz azalan deyil, Allah yolunda xərcləmək lazımdır.